Böyük hava limanlarının birinin gözləmə salonunda gənc qadın təyyarəyə minik vaxtı üçün oturub gözləyirdi. Uçuşu hələ çox qaldığından o vaxt keçirmək məqsədi ilə bir kitab və bir balaca peçenya qutusu aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloya əyləşdi. Peçenya qutusunu qoyulduğu stolun yanındakı kresloya da bir adam oturdu və o da kitab oxumağa başladı. Gənc qadın ilk peçenyasını götürdü. Həmin oturan şəxs də bir dənəsini götürdü. Qadın özünü çox narahat hiss etdi və əsəb korlayıcı. Əhvalım pis olmasaydı, bu cürətinə görə onu yumruqlayardım, deyə düşündü. Qadın bir peçenya götürür, həmin adam da birini daha götürürdü. Qadın dəli olmuşdu, amma hadisə yaratmaq istəmirdi. Nəhayət, son peçenyaya sıra çatanda qadın, "Bu kicbəsər adam indi nə edəcək görəsən?" deyə düşündü. Kişi son peçenyanı da aldı, onu ikiyə böldü və bir parçasını qadına verdi. Həmin adamın sonuncu hərəkəti qadını lap özündən çıxartdı. O əsəbi şəkildə kitabını və digər əşyalarını aldı və bir fırtına kimi giriş salonuna, oradan da təyyarənin içinə yönəldi. Təyyarədə biletinə uyğun yerdə oturdu. Eynəyini götürmək üçün çantasını açdı və peçenya qutusunun açılmamış çantasında qaldığını gördü. Çox utandı, böyük səhv etdiyini anladı. Peçenya qutusunu heç açmadan çantasına qoyduğunu unutmuşdu. Tanımadığı o adam isə peçenyələrini heç əsəbləşmədən və paxıllıq etmədən qadınla bölüşmüşdü. İndi həmin qadının nə vəziyyəti geri qaytarmaq, nə də üzr istəmək fürsəti yox idi.